Salam, kanalıma xoş gəlmisiniz. Bugün öz reseptim olan və ailəm tərəfindən də çox bəyənilən ət piroqu hazırlayacağıq. Bunun üçün lazım olan ərzaqlar: un, 400 qram un, 1 yumurta, 1 stəkan süd, duz, maya, şəkər, 100 ml duru yağ və 3 qaşıq, xörək qaşığı xama. 400 qram ələnmiş un götürürük, ortasına biraz qoyub açırıq. Bura duz, şəkər tozu, hərəsindən 1 çay qaşığı, quru maya, 1 çay qaşığı maya və süd tökürük. Süd, 1 stəkan süd, 1 yumurta, ağlı sarılı yumurta, 100 ml duru yağ və 3 xörək qaşığı, 2-3 xörək qaşığı smetan. Xama tökürük və qarışdırırıq. Xəmirimizi yoğururuq. Ələ yapışan yumuşaq xəmir alınır və mayalanır. Yarım saat, 45 dəqiqəyə mayalanır, xəmirdən asılıdır. 400 qram qiyma üçün 2 baş soğan xırda-xırda doğranır. 2 diş sarımsaq, 2 ədəd pomidorun qabığını soyub xırda-xırda doğrayırıq. Pomidor, duz, xəmiri 2 hissəyə ayırıb, kiçik və böyük hissə. Böyük kündəni altına, piroqun altı üçün, kiçik kündə üstü üçün və biraz da ayırıb bəzəyi üçün saxlayırıq. Bu alət xəmiri setka kimi kəsir, biz də ondan istifadə edəcəyik. Açıb üstünə qoyub qıraqlarını vururuq, bükürük.
Piroqun kənarlarını şəkərburanın kənarı kimi bükürük. Ayırdığımız xəmirə un qatıb, onu biraz sərtləşdirib, bundan güllər, uzorlar hazırlayacağıq. Yuxadan yumru formalar çıxarıb, bunun üçün stəkandan da istifadə edə bilərsiniz. Üzərinə yumurta sarısı çəkirik. Üzərinə xaş-xaş səpə bilərsiniz. Sobada 180 dərəcədə 35 dəqiqə bişiririk, alt-üst rejimdə. Buyurun, siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç vaxt pozulmasın.